Təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, özəl uşaq bağçalarında biz yoxlama həyata keçirilərkən məlum oldu ki, vəziyyət bir o qədər də ürəkaçan deyil. Belə ki, biz 100-dən yuxarı özəl uşaq bağçasında dövlət nəzarətini həyata keçirdik və 80%-dən yuxarı, daha dəqiq desək, 107 uşaq müəssisəsindən 88-də çox ciddi nöqsanlar aşkar elədik və bu nöqsanların arasında vaxtı keçmiş ərzaq məhsullarının istifadəsi kimi, ərzaq məhsullarının saxlanma rejiminə düzgün əməl olunmaması kimi, saxtalaşdırma hallarının olması kimi, bitki mənşəli yağların kərə yağı adı altında özəl uşaq bağçalarında uşaqlara istehlakına verildiyi kimi, eyni zamanda sanitar gigiyenik və sanitar texniki vəziyyətlərdə də nöqsanlar aşkar edilir.